Bayarlamayan qoğal resepti. Bu reseptdə 1 stəkan ilıq halda su, stəkan yarım süd, yenə süd də ilıq halda, 1 xörək qaşığı maya və 1 çay qaşığı şəkər əlavə edirik. Əvvəlcə mayamızı qarışdırırıq ki, aktivləşsin. Hardasa 5 dəqiqə kənarda saxladırıq və mayamız aktivləşir. Mayamız aktivləşdikdən sonra bura 150 qram kərə yağı əlavə edirik və yaxşı-yaxşı qarışdırırıq. 1 xörək qaşığı, dolu xörək qaşığı duz əlavə edirik. Yenə 2 dənə yumurta əlavə edirik. Yaxşı-yaxşı qarışdırırıq. Mən bura 1 çay qaşığı sirkə əlavə edəcəm. Xəmirimiz daha yaxşı açılsın və xəmir cırılmasın deyə 1 çay qaşığı bura sirkə əlavə etdim. Üzüm sirkəsi əlavə etdim mən. Siz istəsəniz alma sirkəsi də əlavə edə bilərsiniz. 1 paket vanil əlavə etdim və 50 qram da xama əlavə edib qarışdırırıq. Yaxşı-yaxşı qarışdırdıqdan sonra artıq unumuzu yavaş-yavaş əlavə edib xəmirimizi yoğuracağıq. Un isə apardığı qədər un əlavə edəcəyik. Çalışacağıq ki, ələ yapışan və yumşaq bir xəmir yoğuraq. Unu yavaş-yavaş az-az əlavə etmək lazımdır ki, birdən xəmirimiz bərk olar. Və bura 1 çay qaşığı sarı kökümüzü əlavə edib başlayırıq xəmirimizi yoğurmağa. Xatırladım ki, unumu əvvəlcədən ələyib hazır qoymuşdum. Və xəmiri yaxşı yoğurmaq üçün böyük bir qaba əlavə etdim və gördüyünüz kimi bu cür ələ yapışan yumşaq bir xəmir alınır. Xəmirimizin üzərini örtürük və 1 saat gözlədirik. 1 saat gözlədikdən sonra xəmirimiz gördüyünüz kimi bu cür qabarır və havasını çıxardıb təzədən yenə 1 saat gözlədirik. Bu prosesi 2 dəfə etdikdən sonra artıq xəmirimiz hazır olur. Və başlayırıq xəmirimizdən kündələr açmağa. Daha doğrusu kəsməyə. İstədiyiniz ölçüdə kündələr kəsə bilərsiniz. Bu tamamilə sizin zövqünüzə baxır. Bu kündələri çox da yaymağa da ehtiyac yoxdur. Onu da xatırladım ki, çünki xəmirimiz o qədər gözəldir ki, xırda yayıb sonradan böyük ölçüdə açmaq mümkündür. Həmin prosesi də sizə göstərəcəm. Kündələrimizin də üzərini örtürük. Hardasa 15-20 dəqiqə yedək kündədə də gözlədirik və bu zaman biz də xəmirimizin içliyini hazırlayacağıq. Keçirik xəmirimizin içliyinə. 1 stəkan una mən 1 çay qaşığı sarkök və 1 çay qaşığı da istiot əlavə etdim. Bu ərzaqları əlavə etdikdən sonra, ədəvaları əlavə etdikdən sonra unumuzu biraz qovuracağıq. Unumuz biraz tündləşdikdən sonra bura 50 qram yağ əlavə edirik, kərə yağı əlavə edirik və biraz daha qovururuq. Hardasa 1-5 dəqiqə qovurduqdan sonra götürürük. Xəmiri qovurduqda iri-iri, topa-topa xəmirlər qalır. Bunu isə biz duz tökərək əlimizlə ovuşduraraq açacağıq.
və bura 1 çay qaşığı duz əlavə etdim və əlimlə ovuşdururam ki, o iri halda qovrulmuş unlar xırdalansın, daha da xırda olsun. Və başlayırıq kündələrimizi yaymağa. Videomu izlədikdə kanalıma abunə olmağı da unutmuruq. Bu videonu paylaşaraq daha çox insanı görməsinə səbəb ola bilərsiniz. Gördüyünüz kimi mən artıq bir neçə xəmiri artıq açmışam, üzərini yağlamışam və istəyirəm ki, sizə bu xəmirin necə açılma prosesini göstərim. Gördüyünüz kimi mən kiçik halda yaymışdım yuxasını və dartaraq daha da böyük bir yuxa halına gətirib çıxarmaq olur və qətiyyən gördüyünüz kimi yuxalarım heç cırılmır. Gördüyünüz kimi bu cür üzərlərini yağlayırıq. Mən kərə yağı və duru yağdan istifadə edirəm. Kərə yağı və duru yağı da birlikdə əlavə etdikdə çox gözəl bir qoğallar əldə edirik. Həm də qoğallarımız biraz xırçıldılı olur. Türklər demiş çıtır-çıtır pişir. Çox gözəl. Və mən artıq başlayıram xəmirimi kəsməyə. İlk əvvəl böyük ölçüdə kəsdim, amma sonra gördüm ki, çox böyük qoğallar alınır. Ona görə çox böyük qoğallar alınmasın deyə daha orta hissədən yenə də kəsdim. Amma siz istəsəniz, siz daha böyük ölçülü qoğallar əldə etmək istəsəniz, kəsməyə də bilərsiniz. Və bu cür kənarlarından tutaraq burmaq lazımdır ki, kənara doğru çıxıntısı çıxmasın və qoğallarımız səliqəli alınsın. Sonra başlayırıq qoğallarımızın artıq içərisini doldurmağa. Mən hər qoğalın içərisinə 1 çay qaşığı içlik əlavə edirəm. Və üzərini çox da bastalamaq lazım deyil. Yüngül şəkildə bastalayıb artıq toxuqanın qabına qoymaq lazımdır. Üzərini çox bastaladıqda artıq naxışları itir, xəmir bir-birinə yapışır. Və gördüyünüz kimi naxışlar da yerindədir, itməyib. Və qoğallarım demək olar ki, artıq hazırdır. Üzərinə yumurtanın sarısını çəkib, biraz da qara çiryot əlavə edirəm və 220 dərəcəli əvvəlcədən isidilmiş sobada 15-20 dəqiqə bişirilir. Və budur, qoğallarım artıq hazırdır. Gördüyünüz kimi çox gözəl görüntüsü var
və dadı da əmin olun ki, çox gözəldir. Siz də bu reseptlə hazırlasanız, əmin olun ki, çox bəyənəcəksiniz. Videomu bəyənib paylaşsanız çox sevinərəm. Gördüyünüz kimi çox gözəl, yumuşaq bir xəmir alınıb. Daha doğrusu desək ki, qoğalıq alınıb. Bugün mənim dilim topuq vurmaq üzrə rekord qırdı. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.